Ester. 3-cü fəsil. Hamanın Yəhudilərə qəsdi. Bir müddət keçəndən sonra Padşah Ahişveroş Aqaqlı Hammedatı oğlu Hamanı şərəfləndirib rütbəsini qaldırdı. Ona yanındakı bütün rəislərdən üstün mövqe verdi. Padşahın əmrinə görə padşahın saray darvazasında olan bütün əyanları Hamana baş əyib qarşısında təzim eləyirdi. Mordekay isə Hamana baş əyərək təzim eləmirdi. Padşah sarayının darvazasında olan əyanlar Mordekaydan soruşdular: "Niyə padşahın əmrinə itaat eləmirsən?" Bunu Mordekaydan hər gün soruşurdular, lakin o buna əhəmiyyət vermirdi. Bunun xəbəri Hamana çatdı. Çünki Mordekay onlara Yəhudi olduğunu söyləmişdi. Hamı bilmək istəyirdi ki, Mordekay belə davranışını davam elətdirəcək yoxsa yox. Haman Mordekayın ona baş əymərək qarşısında təzim eləmədiyini görəndə kini artdı. Buna görə də təkcə Mordekayı öldürmək niyyəti ilə kifayətlənmədi. Mordekayın hansı xalqa mənsub olması Hamana məlum edilmişdi. Ona görə də o Mordekayın xalqını, Ahişveroşun padşahlığının hər tərəfində yaşayan bütün yəhudiləri qırdırmaq qərarına gəldi. Bu işin görüləcəyi günü müəyyənləşdirmək üçün Padşah Ahişveroşun hökmdarlığının 12-ci ilində 1-ci ay olan Nisan ayında Hamanın önündə pur, yəni püşk atdılar. Püşk 12-ci ay olan Adara düşdü. Sonra Haman Padşah Ahişveroşa dedi: "Sənin padşahlığının hər vilayətinin xalqları arasına səpələnib yayılan bir xalq vardır. Onların qanunları bütün xalqların qanunlarından fərqlidir və padşahın qanunlarına əməl eləmirlər. Onları bu halda qoymaq padşaha yaraşmaz. Əgər padşahın xoşuna gələrsə, qoy onların məhv olunmasına dair fərman yazılsın. Buna görə padşahın xəzinəsinə bu işi görənlər üçün 10.000 talat gümüş çəkib göndərərəm." Padşah barmağından möhür üzüyünü çıxarıb Yəhudilərin düşməninə, Aqaqlı Hammedat oğlu Hamana verdi. Padşah Hamana dedi: "Gümüş də sənin ixtiyarında olsun, xalq da. Bu xalqa gözündə nə xoş dursa, onu da elə." 1-ci ayın 13-cü günündə padşahın mirzələri çağırıldı. Hamanın əmri hər vilayətə öz yazısı və hər xalqa öz dili ilə yazılaraq canişinlərə, bütün vilayətlərin valilərinə və xalqların rəislərinə göndərildi. Bu əmr Padşah Ahişveroşun adı ilə yazıldı və padşahın möhürlü üzüyü ilə möhürləndi. 12-ci ay olan Adar ayının 13-də bütün yəhudiləri, gəncləri, qocaları, körpə uşaqları və qadınları bir gündə qıraraq məhv eləyib, kökünü kəsmək və mallarını talan eləmək üçün qasidlərlə bütün vilayətlərə məktublar göndərildi. Bu fərmanın surəti hər vilayətdə qanun kimi dəstxətlə yazılmalı və o günə hazır olmaları üçün bütün xalqlara bildirilməli idi. Qasidlər padşahın əmri ilə cəld yola düşdü. Fərman Şuşan qalasında tərtib olundu. Padşahla Haman əyləşib şərab içərkən Şuşan şəhəri çaşbaş qalmışdı.